Sorğu da ünvanladıq. Bildirildi ki, abituriyentin qrupu üzrə istədiyi bütün ixtisasları kodlaşdırmaq üçün blok imtahanından 100 balı keçməsi meyarlara daxildir. İxtisas qrupları üzrə müəyyən fərqli müsabiqə şərtləri də var. Məsəl üçün, riyaziyyat, fizika, kompüter elmlərində burada müsabiqə şərti bir qədər yuxarıdır. Ümumi balınız sizin 250-dən yuxarı olmalıdır. İmtahanın ikinci mərhələsindən 100 bal olmalıdır. İxtisas var ki, orada müsabiqə vəziyyəti daha aşağı formalaşır. Ona görə də müsabiqə şərti aşağıdır. Yəni sizin əgər ümumi balınız 150-dirsə və sırf imtahanın ikinci mərhələsindən balınız ən aşağı 50-dirsə, 50 və daha yuxarıdırsa, onda siz həmin o ixtisasların müsabiqəsində iştirak edə bilərsiniz. Qurum rəsmisinin sözlərinə görə bəzi ixtisaslar üzrə ali məktəb proqramının çətin olması da keçid ballarına təsir edən amillərdən biridir. Buradan isə belə bir nəticəyə gəlmək olar ki, yüksək ballı ixtisaslarda 100 bal şərtinin tətbiqi ora məhz ixtisas üzrə daha savadlı tələbələrin qəbul edilməsidir. Ancaq nəzərə alsaq ki, həm blok, həm də buraxılış imtahanına hazırlıq abituriyentlərdən eyni əziyyəti tələb edir, deməli onların yekun balı ixtisas seçimində əsas meyar olaraq götürülməlidir.